Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun yükü, elektrik sahəsinin intensivliyi, enerjisi və enerji sıxlığı başlığının altındakı testlərin izahına baxacaq. Videoya keçməzdən əvvəl videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda mənə deyir ki, sabit gərginlik mənbəyinə qoşulmuş S tutumlu kondensatorun yükü 2 olarsa, həmin mənbəyə qoşulmuş 2 tutumlu kondensatorun yükü nə qədər olar? Mən yazsam ki, 2 bərabərdir SU. Buradan görürəm ki, mənim yüküm tutumla düz asılıdır. Düz asılı olduğunu hardan bildim? Gərginlik tapanda belə bir şey olur. U bərabərdir 2 böl S. Əgər iki kəmiyyət bir-birinə bölünürsə, deməli düz asılıdırlar. Düzdür, tutum 2-dən udan asılı deyil, amma yük tutuma bölündüyü üçün yük tutumdan düz asılıdır. Ona görə də əgər mən tutumu 2 dəfə artırmışamsa, baxın S idi, olub 2'si. Tutum 2 dəfə artıbsa, deməli mənim yüküm də 2 dəfə artmalıdır. Yük 2 idi. 2 dəfə artsa, olar 2. Cavab B variantı. 2 nömrəli sual. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorundakı gərginliyin lövhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır? Baxın, sabit gərginlik mənbəyinə qoşulub. Yəni bu dövrədə mənim gərginliyim konstantdır. Dəyişməməlidir. Ona görə də cavab C variantıdır. Gəlirəm 3 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun enerjisinin lövhələr arasındakı məsafədən. Baxın, sabit gərginlik mənbəyinə qoşulub. Mən də hansı kəmiyyət sabitdirsə, mən bu hissə üçün düstur yazanda çalışmalıyam ki, sabit olan kəmiyyət həmişə düsturun sağ tərəfində olsun. İndi enerjinin düsturunu yazanda da o sabitdirsə, onda bu düsturu yazaram. SU kvadratı bölünsün 2. Buradan yerinə qoysam, S-ni açaram. Epsilon 0 S U kvadratı bölünsün 2'dir. Buradan görürəm ki, mənim maqnit sahəmin enerjisi, daha doğrusu elektrik sahəmin enerjisi lövhələr arasındakı məsafədən tərs asılıdır. Yəni cavab olur Y variantı. Keçək növbəti suala. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun lövhələr arasındakı gərginliyinin lövhələrin sahəsindən asılı. Baxın, sabit gərginlik mənbəyinə qoşulub. Yəni U bərabərdir, konstantdır. Gərginlik dəyişmirsə, deməli heç nədən asılılığı yoxdur. Cavab B variantı. Gəlirəm 5 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun lövhələr arasına dielektrik nüfuzluğu 2 olan dielektrik doldurduqda kondensatorun yükü və köynəkləri arasındakı gərginlik. Baxın, sabit gərginlik mənbəyinə qoşulub. Gərginlik sabitdirsə, deməli dəyişməməlidir. Qalan variantlar getdi. Qaldı A və B. Dielektriklə doldurduqda. İndi sabit gərginlik mənbəyində kondensatorun yükü 2 bərabər SU düsturundan tapılır. S-ni də açsam, Epsilon 0 S U bölünsün D. Buradan görürəm ki, mənim kondensatorumun yük epsilondan düz asılıdır və mənə deyir ki, dielektriklə doldurmuşam. Yəni epsilonu artırmışam. Onda kondensatorumun yükü də epsilon dəfə, yəni 2 dəfə artar. Cavab olur A variantı. 6 nömrəli sualda isə yenə eyni düsturdur. Sabit gərginlik mənbəyinə qoşulmuş deyir. Gərginlik sabitdir. Bunlar gedər. Bu dəfə dielektriki çıxartmışam. Yəni dielektriki çıxartmaq nə deməkdir? Epsilonu azaltmışam. Q də epsilondan düz asılı olduğu üçün Q də azalar. Yəni cavab olur D variantı. Gəlirəm növbəti suala. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun lövhələri arasındakı məsafəni 1/2 dəfə azaltdıqda kondensatorun elektrik sahəsinin enerji sıxlığı necə dəyişər? Sabit gərginlik mənbəyinə qoşulubsa o konstantdır. Onda enerji sıxlığı üçün enerji sıxlığının düsturu omega bərabərdir. Epsilon 0 Y kvadratı bölünsün 2'dir. Mən bu düsturu bu şəkildə saxlaya bilmərəm. Bunu açacağım. Yeni U bölü ilə açacağım. Olacaq Epsilon 0 U kvadratı bölünsün 2D kvadratı. Çünki mən həmişə gərginlik sabitdirmi? Mən kəmiyyətin düsturunu yazanda, düsturunda mütləq o sabit olan kəmiyyət olmalıdır. Gərginlik sabitsə mən bunu belə saxlaya bilmərəm. Burada gərginlik yoxdur. Ona görə düsturu gərginliyə gətirirəm. Burada da lövhələr arasındakı məsafə, yəni D-dən söhbət gedir. D-ni 1/2 dəfə azaldanda, baxın, başında kvadrat var. O 1/2'nin kvadratı dəfə D azalır. Məxrəc 1,44 dəfə azalırsa, omeqam 1,44 dəfə artar. Yəni cavab olur A variantı. Keçək növbəti suala. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar?
Gəlin başlayaq. Deyir ki, müstəvi kondensatorun elektrik tutumu, yəni C-dən söhbət gedir. Lövhələrin sahəsindən asılıdır bu. Burada düzdür 3-dən verilib, yükdən asılı deyil. Epsilon düsturda epsilon 0 S bölü D olduğuna görə lövhələrin sahəsindən düz asılıdır. Yazaram 2. İlə tərs mütənasib. Deməli, D isə lövhələr arasındakı məsafədir. Bundan isə tərs mütənasib asılı olub. Kondensatorun elektrik yükündən asılı deyil. Verilmiş kondensatorun elektrik sahəsinin enerjisi, verilmiş kondensator deyirsə, elektrik sahəsinin enerjisi üçün yazıram Q kvadrat bölünsün 2'si. Enerji yükün kvadratı ilə düz asılıdır. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun elektrik sahəsinin intensivliyi Y bərabərdir U bölü D yazsam. Sabit gərginlik mənbəyinə qoşulub deyil, yəni U sabitdir. Y D ilə tərs asılıdır, yəni lövhələr arasındakı məsafə ilə tərs asılıdır. Deməli 2, 3, 1, 1, 3. Cavab olur D variantı. Keçirəm növbəti suala. Yine burada da açar sözlərdən istifadə edəcəm. Deyir ki, müstəvi kondensatorun elektrik tutumu, test tutumun düsturunu yazaram. Epsilon 0 S bölü D. Deyir düz asıdır. Nə ilə düz asıdır? Lövhələrin səthi yoxdursa, yəni S səthin sahəsi yoxdursa, onda dielektrik nüfuzlu epsilonla da düz asıdır. Götürərəm 3. Düz. D. Lövhələr arasındakı məsafədən isə tərs mütənasib asılı olub, kondensatorun gərginliyindən asılı deyil. Verilmiş kondensatorun elektrik sahəsinin enerjisi W bərabərdir C kvadratı bölü 2 ilə gedə bilərəm. C sabitdir. W U'nun kvadratından düz asıdır, yəni gərginliyin kvadratı ilə düz mütənasibdir. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun elektrik sahəsinin intensivliyi Y bərabərdir U bölü D yazsam. U sabitdir, Y D ilə tərs asılıdır. Yəni lövhələr arasındakı məsafədən. 3, 2, 1, 1, 2 olur. 3, 2, 1, 1, 2 cavab olur Y variantı. Gəlirəm 10 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş deyir, baxın. Sabit gərginlik mənbəyinə qoşulmuş deyirsə, onu yazıram konstant. Sonra nə deyir? Sonra deyir ki, bunları müqayisə edin. Deməli, sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorda yükün düsturunu alaram birinci növbədə C-dan. Bu da edir epsilon 0 S U bölünsün D. İntensivlik isə Y bərabərdir U bölü D olaraq qalır. Aha, çünki burada intensivliyin düsturunda ilə U olduğu üçün da açılışa ehtiyac yoxdur. Birincidə mənə deyir ki, lövhələr arasındakı məsafə ilə tərs mütənasibdir. Baxıram ki, Q-də, Y-də, ikisi də lövhələr arasındakı məsafə D-dən tərs asılıdırlar. Yəni bunu hər ikisini ortaq götürə bilərəm. Lövhələr arasına dielektrik daxil etdikdə artan əlbəttə ki Q-dür. Çünki Q-nün düsturunda epsilon var və düz asılıdır. Amma Y-də yoxdur. Ona görə bu gedir elektrik yükünə. Lövhələrin sahəsindən asılı deyil. Baxın. Q-nün düsturunda S var. Q S-dən düz asıdır. Amma Y-nin düsturunda S yoxdur. Yoxdursa deməli asılı deyil. Yazıram 3. Lövhələr arasındakı mühitin dielektrik nüfuzundan asılı deyil. Yenə intensivlik çünki düsturunda yoxdur. Lövhələrin sahəsi ilə düz mütənasibdir yük. Birinciyə 2, 5. İkinciyə 3, 4. Üçə də 1. Cavab D variantı. 11 nömrəli sual. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun elektrik sahəsinin enerji sıxlığının lövhələrin sahəsindən asılılığı. Deməli, W bərabərdir. Deməli, epsilon 0 Y kvadratı bölünsün 2 yazıram. Buradan da yeni U bölü D ilə açıram. Olur epsilon 0 U kvadratı bölünsün 2 D kvadratı. Baxıram ki, gərginlik sabit olan düsturu alandan sonra omeqanın düsturunda S yoxdur. S yoxdursa deməli S-dən asılı deyil. Cavab C variantı. Sonra 12 nömrəli sual. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun elektrik sahəsinin intensivliyinin modunun lövhələrin sahəsindən. Deməli, sabit gərginlik mənbəyinə qoşulub, yəni mənim burada gərginliyim sabitdir. Onda intensivliyin düsturu Y bərabər U bölünsün D-dir. Gərginlik sabitdir da bu düsturu açmağa ehtiyac yoxdur. Y D ilə tərs asılıdır. Amma məndən S-i soruşur. Düsturunda S yoxdur. S yoxdursa deməli asılı deyil. Cavab B variantı. Keçirəm 13 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun enerjisinin lövhələrin sahəsindən asılılıq qrafiki hansıdır? Baxın. Sabit gərginlik mənbəyinə qoşulub, yəni U konstantdır. Bunu yazdım. Və omeqanı istəyir. Ya omega deyəndə yəni enerjini. C kvadratı bölü 2 yazaram. Seni de buradan açaram. Epsilon 0 S U kvadratı bölünsün 2D kvadrat. 2D. Buradan da görürəm ki, elektrik sahəmin enerjisi S
Səthin sahəsi ilə düz asıdır. Cavab D variantı. Gəlirəm 14 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun elektrik sahəsinin enerji sıxlığının lövhələr arasındakı məsafədən asılıdır. Yəni sabit gərginlik mənbəyinə qoşulub buradan yazaq. O bərabərdir konstantdır. Omeqanın düsturunu bu düsturdan alırıq. Epsilon 0 y kvadratı bölünsün 2-dən. Yeni u böldə ilə açıram. Epsilon 0 s u kvadratı bölünsün 2d kvadratı. Burada da baxıram ki, omeqam D ilə tərs asılıdır. Cavab D variantı. 15 nömrəli sual. Müstəvi hava kondensatorunun gərginliyinin lövhələr arasındakı məsafədən asılılıq qrafiki verilmişdir. Bu kondensatorun enerjisinin lövhələr arasındakı məsafədən asılılıq. Baxın, baxıram ki, gərginlik sabitdir mənə verilən halda. Deməli, sabit gərginlik mənbəyinə qoşulub bu. O konstantdır, onda W-ni açıram S kvadratı böl 2. Buradan da S-ni açıram. Epsilon 0 S u kvadratı bölünsün 2D. Baxıram ki, onda enerjim D ilə tərs asılıdır. Cavab B variantı. Növbəti sual yenə, baxın, gərginliyi sabit veribsə, deməli, sabit gərginlik mənbəyinə qoşulur. Bu konstantdır. İndi W-nun S-dən soruşur. Yenə S u kvadratı böl 2 yazırıq. Oradan da S-ni epsilon 0 S böl D ilə açanda, bu dəfə baxıram ki, omeqam, yəni W, S-dən necə asılıdır? Düz. Onu da götürürəm C variantını. Gəlirəm 17 nömrəli suala. Deyir ki, baxın, yenə gərginlik sabitdir və məndən yükün D-dən asılını soruşur. Gərginlik sabitdirsə, deməli konstantdır, yəni bu sabit gərginlik mənbəyinə qoşulub. Sabit gərginlik mənbəyinə qoşulanda yük Q bərabər SU ilə tapılır. S-ni də açıram epsilon 0 SU bölünsün D ilə. Buradan da görürəm ki, yük D ilə tərs asılıdır. Cavab A variantı. Gəlirəm 18 nömrəli suala. Müstəvi hava kondensatorunun gərginliyinin lövhələrin sahəsindən asılı qrafiki verilmişdir. Bu kondensatorun yükünün lövhələrin sahəsindən asılı. Baxın, yenə gərginlik sabitdir, u konstantdır. Q-nü açıram SU, buradan da epsilon 0 SU böldü. Görürəm ki, Q S ilə düz asılıdır. Cavab A variantı. Növbəti sual. Müstəvi hava kondensatoru sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələr arasındakı məsafəni artırdıqda tutum və yük necə dəyişər? Deməli, yükü yazaram. Q bərabərdir SU. Buradan S-ni açaram epsilon 0 SU bölünsün D. Burada mənə deyir ki, lövhələr arasındakı məsafəni artırdım. Yəni D-ni artırdımsa yüküm azalır. Deməli, bunları atdım, qaldı B və C. S üçün də yazıram ki, epsilon 0 S böl D. Buradan baxıram ki, burada D azaldısa, deməli S tutum da azalır. Cavab C variantı. Keçək növbəti suala. Deyir ki, bu dəfə də D-ni azaldırıq. Yenə sabit gərginlik mənbəyinə qoşub düsturlar eynidir. D-ni azaldıramsa, yük artar, tərs asılı olduğu üçün. Bir dəqiqə. Burada bir şeydə, burada D-ni azaldıramsa, burada uşaqlar, çalışıb burada D-ni azalar qoymuşam. D-ni artırmışıq, onda S azalar, cavab düzdür. 20-də isə burada düsturu təzədən yazaq. Q bərabərdir SU. Bunu da açıram epsilon 0 SU bölünsün D. Buradan deməli, məsafəni azaldıramsa yüküm artır, Q artar, bunlar getdi. S də bərabərdir epsilon 0 S böl D-dən. D-ni azaltmışamsa S də artar. Yəni cavab Y variantı. Gəlirəm 21 nömrəli suala. Müstəvi kondensatoru sabit gərginlik mənbəyinə qoşulmuşdur. Yəni U bərabərdir konstantdır. Mənə deyir ki, lövhələr arasındakı məsafəni artırdıqda Y bərabər U böl D-dir. U sabitdir. D-ni əgər artırıramsa intensivlik azalır. Bunlar getdi. Bir dəqiqə. Azaları saxlayıb qalanlar getdi. W üçün isə yazıram SU kvadratı böl 2. S-ni də açsam epsilon 0 SU kvadratı bölünsün 2D. Görürəm ki, elektrik sahibinin enerjisi də yenə D ilə tərs asılıdır. D-ni artırıramsa W da azalar. Yəni cavab A variantı olur. Gəlirəm 22 nömrəli suala. Yenə eyni şərtdir. Bu dəfə deyir ki, lövhələr arasındakı məsafəni azalt. Azaldıramsa Y artır, tərs asılıdır. Digərində isə yenə bunu azaldıramsa elektrik sahibinin enerjisi artar. Cavab olur Y variantı. Gəlirəm növbəti suala. 23. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun enerjisi 20 mJ-dur. Lövhələr arasına dielektrik nüfuzu 5 olan dielektriklə doldurduqda onun enerjisi nə qədər artar?
Əvvəla epsilonu götürək başlanğıcda 1. İkinci halda epsilonum olur 5. Birinci, mən bunu W2-ni tapmalıyam. W-ya yazaram SU kvadratı bölünsün 2. Bunu da atsam epsilon 0 SU kvadratı bölünsün 2-dir. Və mən buradan görürəm ki, mən əgər epsilonu daxil edirəmsə 1 idi 5 olub. Yəni epsilonun 5 dəfə artır. Onda W da 5 dəfə artır. 20 idi 5 dəfə artır olur 100. Məndən nə qədər artdığını soruşur. W2-dən W1-i çıxıram. 100-dən də 20 çıxsam, mənə verər 80 millijoule. Cavab oldu 80. Keçirəm növbəti suala. Deyir ki, başlanğıcda hava kondensatorunun enerjisi 10 millijoule'dur. Epsilondan doldurmuşuq. Başlanğıcda epsilonu 1 götürək. İkinci halda 7 olur. Yenə W bərabərdir. Epsilon 0 SU kvadratı bölünsün 2 deyə yazsam. Deməli, epsilonu dielektrikə doldurdum. Epsilon 7 dəfə artırsa W da 7 dəfə artır. Onda W2 10 idi. 7 dəfə artır olur 70. Nə qədər artıb deyirsə W2-dən W1-i çıxıram. 70-dən də 10 çıxsam, mənə verir 60 millijoule. Cavab oldu 60 millijoule.